Quran niyə bu qədər çətindir? Quranı biz başa düşməyəcəksə, Allah onu niyə göndərib? Həyatı kim yaradıb? Yaradan. Niyə belə çətin yaradıb ki, hər kəs anlamır? Bəlkə hər kəs qanacağı səviyyədə anlayır, yaxud da qabağına bilgi çıxardılır, çoxluq isə biganə yanaşır. Yaradan, təbiət, kainat məcbur etmir. Zorla bilgi vermək, yeritmək qadağandır. Quran qalsın bir yana. Kim öz kitabını könüllü aça bildi ki? Özünü oxumağa, anlamağa çalışan neçə adam var? Yaradan elə birbaşa çörək ağacı yaradardı da. Nəyə görə buğda yaratdı ki? Sonra da onu una çevirmək üçün dəyirmandan istifadə elə, bişirmək üçün təndirdən istifadə elə. Kitabı sağ əlinə verilənlərdən olmaq diləyilə. Çox gözəl. Onda cənab molla, mənə deyin görüm ərəbcə çörəyə nə deyərlər? Cavan oğlan, yəqin bunu bilməmiş olmazsan. Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalım. Orada düyüdən savayı başqa şey yeməz.